Salam qızlar, sabahınız xeyir. Məşhur gülüm. Qızıma gözdəydi Instagramda. Vallahi 2-3 dəfə videoda göstərdim. Hamı yazdı, soruşdu ki, onu nətər böyütmüsən, hardan almısan? Görsüz, baxın qızlar. Bax düşüb dibinə, bax belədir. Bir izləyicim yazıb ki, bu bitlərə görə perkis. Bir də deyir su vermə. Su görsüz vermirəm, qurudu kaktus olduğuna görə bunlara gec-gec su verirəm. Amma inanın mən o perkisi ona bir qulaq çöpündən vura bilmərəm, səbrim çatmaz. Yenə sprey qaba doldurub eləmək olarsa onu eləyərəm. Eləyərəm bu da gəlib çıxıb. Sənə də düşəcək bit. Bir izləyicim də yazıb ki, qoy suyun altında. Yox, məndə dedi olmuşdu, qoydum həyətdə suyun altında yudum. Təmizləndi. Nə bilim bacım, bilmirəm. Təmizlənər, təmizlənməz. Yusam üstü düz deyir bacımız. Onu deyir məndə də kleyləşmişdi, bunda da elədi. Mən videolarım 1-2 gündür tərsinə gəlir. Söyle, niyə tərs gəlir? Bunun davamı dünən axşam çəkmişəm. Başlığını indi çəkirəm. Görürəm gün ortadan sonra vaxtım qalıbsa, başlayıram çəkiliş eləməyə. Dünən pastelləri yumuşam. İndi quruyub. İçində yenə paltar var. Gətirib onları sərməliyəm. Belə bitməyən işləri bitizdirməyə çalışırıq. Bir də yazıb bir izləyicim ki, buna dəm çayı ver, rəngi tünd olacaq. Rəngi qəşəydir, çox qəşəydir. Ha. Kim deyirsə ki, günəşdə rəngin dəyişir, dəyişib eləmirmiş. Qəşəydir. Dünən bunları istədim, belə buduyam, sonra fikirləşdim ki, yox, buduyuram, tutuzdura bilmirəm, qalır, yaman günə düşür. Elə qoy, elə qalsın. Bu da özün günə verir. Bir də nə deyəcəkdim? Bir izləyici yazıb ki, bəzi sualları buradan cavablandırın. Buna rulet deyilir. Yəni hazırladığım şirniyyata yazıb ki, buna rulet deyilir. Mən də yazdım ki, bəs mən nə dedim? Qız bacım, başlığına baxırsınız, arxasına baxmırsınız və yaxud da qulaq asmırsınız. Sonra yəni həmin saniyə yazırsınız. Bir baxın, sonra yazın. Mən də orada deyirəm ki, rulet hazırlayıram. Mən demədim ki, keks hazırlayıram, paxlava hazırlayıram. Mən elə söz demədim axı. Dedim rulet. Birinci yojik istirdim eləmək. Sonra fikirləşdim ki, kremim azdır, çatmayacaq. Yojikə biraz krem artıq gedir. Elə ən gözəli bunu rulet eləyim. Çox da dadlı alınmışdı, super alınmışdı. Sonra bir izləyici yazıb ki, bəs bunun resept, yox, yəni tam ölçü demişəm, deyir, bəs reseptanı. Reseptanı deyəndə resept nətər olur gözəl bacım? 4 yumurta, 1 stəkan şəkər tozu, 200 qramlıq, 1 stəkan un, vanil qabartma tozu. Resept nətər olur? Orada da deyirəm, istəyirsiniz altına nə istəyirsiniz səpə bilərsiniz, səpməyə də bilərsiniz, istəyirsiniz sadə eləyin, arasına cem sürtün, meyvə qoya bilərsiniz, nə ürəyiniz istəyir eləyin. Əsas məsələ keksidir, keksi hazırdırsa, önəmlidir, içinə nə qoyduğunuz, öz ağız dadınıza görə qoya bilərsiniz. Orada mən deyirəm, məndə var zavarlı kremlə pişmiş kremin qarışığı. Pişmiş krem nə idi? Pişmiş malakonun qarışığı, başım getdi. Mən onu istifadə elədim, yəni əlimdə o var idi. Cemim olsa, cemdən var, incil cemi var, nə bilim, bir də nəsə var, bilmirəm, bacım vermişdi, deyəsən, keçən ilə qalıb. Bizdə xoşlayırıq göyəm, gavalı, bax belə, turş meyvələrin cemi xoşlayırıq biz. Piroqdur, ruletdə onda daha ləzzətli olur. Özü şirin olur. Amma nədir? İçindəki də meyxoş olanda çox dadlı olur. Belə qızlar, nəysə. Gedək işimizi, gücümüzü görək. İşim çoxdur. Günəş o qədər gözəl çıxıb ki, super çıxıb ha. Dübücə gedək evə. Gəl. Bir də bir izləyicim yazıb ki, görün nə qədər izləyicinin sualını cavablandırdım. Buranı süpürəndə pəncərəni bağlamırsanmı? Bura bacım betondur, həm də sulayıb süpürürəm. Heç sulamasan belə, süpürsən 1 qram belə toz qalxmır. Çünki təmizdir. Toz burada olmur. O tərəfi süpürdüm, soğanın qabığı zadı buranı. Baxın, yenə qonşularımız nə bilim, çek atıb, siqaretin kağızını atıb. Bunlar belədirlər. Yəni, yer təmiz olmağına təmizdir. Heç nə olmur. Siqaretin kötüyün zadını atırlar, vəssalam. Onu süpürüb götürürəm. Yoxsa ki, toz olsa,
əlbəttə ki, pəncərələri bağlayaram. Belə işlər, həm də Seyidxan evdə olanda buranı bilirsiniz nə qədər yuyur. O qədər deyinirəm ki, su pul yazır, nə qədər şlanqı tutur, saatlarla şot qalır, burada toz qalar. Dur, gəl getdik evə. Paltar arasını qurusun, o pisləri yığdım. İnanırsın, o qədər sumkası var ki, qız ancaq elə yapışıb buna. Bu yadımdan çıxıb qalır. Dəmir blokları üstündən çıxardıram, amma bunu heç vaxt çıxartmıram ki, bu da yuyulsun. Görürsünüz, tərtəmiz olub. Sonra bunu saçın quyruğunu darayıram, açılır. O qədər sumka var, yapışıb buna. Deyirəm, tez asım qurusun, gəlib deyinəcək. Ki, niyə yumsan? Amma çirklənmişdi da, hər gün götürür deyə. Neyniyim, yumayım, neyniyim? Günəş var, quruyacaq. Bu koftasın, bilmirəm. Hə, gedib. Üstünə belə qara-qara, bilmirəm, isrən yumuşam, ləkələr düşmüşdü. Gülnar sabunundan vurdum, gedib. Təmiz olub. Bir damcama burada elə bil azacıq nəsə qalıb. Bütöv belə qara ləkə olmuşdu. Ən sevdiyi koftasıdır. Bunu belə dərsə zada da geyinir. Ancaq Nərgisin paltarlardır. Burada heç kim paltar yox. Necə çırpıramsa koftanın qoluna düyün düşür. Heç əlimlə düyünləsəm o elə düyün düşməz. Videonu söndürüb evə keçəndə gördüm koftanın qolu düyündür, açdım. Bir günə o qədər corab çıxardır ki. Nanjılar gün nə olmuşdu? Bunun içində ancaq, nə bilim, idmana götürdüyü şeyləri qoyur. Qəşəkdir, kosmetikadır. Gələnə qədər qurusun. Mən hazırlamaq istəyirəm. İnşallah ki, ayarı tutdurup az eləyə bilərəm. Çox az eləmək istəyirəm ki, balaca qazanda qalmasın. Dünəndən greçka var. Bir də toyuğun sinətini çıxartmışam. Nərgiz xanım burger istəyir. Amma demişəm ki, sup da içərsən. Deyir, hə, içəcəm. Bu da belə böyük sinətidir. 2 uşağa bəsdir. Hərəsinə bir dənə burger hazırlamağa bəs eləyir. Mərcini də qoyum yerinə. Gəldik kinoteatra. Ataşa balonka kurtka aldım. Qəşəng buxavik, çox qəşəng. Jilet aldım, kurtka qara, jileti də göy, bilmirəm. Deyir ki, çəkim onun yanında heç telefonu əlimə belə götürmürəm. Bilirəm ki, xoşlamır, ona görə heç əlimə kameranı almıram o yanımda olanda. İndi ayrıldıq, niyə? Çünki Nərgiz məşqə gedəcək. Dedim, sən tez ged evə. Mən də o qabaqdakı perla var. Perlatda inşallah ki, düz deyirəm adın. Sabun, paraşok zat satılan yer. Paraşok alacağım, nə bilim, diş pastası zat, belə şeylər. Gedəcəm evə. Səbaya girmək lazımdır. Sonra Araz marketə. Güya ki, Manatoliya girmək istəyirdim, amma sonra fikirləşdim ki, dedim, ora get, qayıt biraz gəliz olacaq. Əslində 2 addımlıq yol idi. Getmədim. Bunun yanında təmizlik vasitələri satılan mağazanın yanında bir də ət də var. Buradan mən neçə dəfə zink sümüyü almışam. Görüm elə zink sümüyü də varsa götürərəm. Baxın bu mağazində. Görün varmı? Var, özdə çoxdan içərdə adam yoxdur. Kimsə var? Görüm hələ.
Gəlsinlər görüm. Bunlardaymış olur. Gəldim, evə çatdım. İnanın elə yoruldum ki. Bir də paraşok persil aldım. Nəysə daha bir göstərməyim, həmişə aldığım şeylərdir. Uşaqlara mandarin aldım. Yenə çörək aldım. İndi çörək yiyəcəm, azmışam. Səbadan bud aldım, belə balaca budlar olmur. Ondan aldım. Bir də ən əsas məsələ, bunu göstərim. Zink sümüyü aldım. Burada 6 kilodur. Əvvəl kilosunu 1 manata verirdilər, səhv eləmirəmsə. Yadımdan çıxıb. İndi kilosunu eləyirlər 1 manat 50 qəpiyə. Haçan da axtarıram, tapa bilmirəm. İndi bəzi qızlarımız deyəcək ki, Soli, nə edirsən, əziyyət verirsən özünə, nə bilim, lazımdır belə şeylər. Qızlar, mən əziyyət çəkməkdən qorxmamışam heç vaxt. Əziyyət olsun. Yetər ki, balalarımın bədəninə vitaminli bir şey geçsin. Mən inanın Allaha, mən hələ bir dəfə yadıma gəlməz ki, gedim mağazindən Galina Blanc alım, nə bilim nə alım, yeməklərim dadlı olsun, yox. Mamam bizi nətər böyüdübsə, mən də öz uşaqlarımı elə böyüdürəm, təbii böyütməyə çalışıram. Çöldən, bayırdan almaqdansa evdə hazırlamağı üstün görürəm. Bunu inşallah sizinlə hazırlayacağım. Çox qəşəng olur bunun bulyonu. İstəyirsiniz ki, nədə istifadə edirsən? Dəmləmə plovda istifadə edirəm, mərcə supunda. Baxın, bugün mərcə supunu mən adi su ilə elədim. Amma zink sümüyünün suyu olsaydı, bununla eləyəcəkdim. Qreçkada, hər bir şeydə su tökdüyünüz hər bir şeydə mən bunun bulyonunu istifadə edirəm. Tapşırdım. Dedim ki, yenə olsa saxlayarsınız, gəlib götürəcəm. Çünki bu mənim üçün azdır. Həmişə mən çox eləyirəm. İndi bu dəfə çox ala bilməzdim. Niyə? Qazanım 10 kiloluq deyil, ancaq bunu tutar. Bu xeyli azdır. Belə iri sümüklərdir da. İstəyir adnarazlı qabda. Keçən dəfə məndə yox idi. Qab qutarmışdı. Mən pingvin kloklarda. Çünki bu qalır, xalades kimi olur. Belə doğrayıb paketlərə də qoya bilirsiniz. Elə bir ki, jele olur, marmelat kimi. Belə qızlar, mən əynimi zadımı dəyişim, gəlim yemək yiyim, əməlli başda acmışam. Ondan sonra yenə videomuza davam eləyərik. Nərgiz xanım dönər hazırlayıb bizə onu. Sinə ətindən burger eləməyib. Yudum zink sümükləri təmiz. Bunu indi bir dəfə mən qoyacam qaynamağa. Bu qazan bunun üçün balacadır, amma neyinin başqa qazan yoxdur. Bəlkə 2 qazan da eləyim. Hə, o da olar. Çünki çoxdur bu. Bir dənə də o birisi qazanıma qoyum. Bunu bir dəfə qaynadıram, amma belə tam şaqqa-şuq qaynatmıram da. Köpüklənir, sonra boşaldıram, bir dəfə də yuyuram da o suyu, yəni bulyon o su olacaq da. Sonra içinə bir dənə böyük soğan 4 yerə bölüb atacam. 2-3 dənə lavrov list atacam, elə qoyacam. 7-8 saat qaynasın. Pastellləri apardım, sərdim. Maşını qoşacam, çoxdan da qoşmuram. Öz-özün yusun, həm sonra üzün gözün təmizləyəcəm. Üzü gözdə çirklidir. Birinci için yusun, təmizləsin. Bu proqram bilmirəm, hansınızın maşında varsa, bu öz-özün təmizləyir. Baxın, mən nə qədər də başqa proqram istəsəm qoşum, qoşulmur. Baxın, göstərim, gördünüzmü? Dəyişdim. İndi baxın, özü avtomatik qoşulur. 1 saat 59 dəqiqə. Mən bunu yəni dəyişə bilmirəm. Belə qoşuram, birazdan sizə gəlib göstərəcəm içindən çıxan köpüyü zadı. Nə qədər köpüklənir. Baxın, bunu gedirəm, gəlirəm, sucuğu yerim. Beləyəm, pişirdimsə ancaq özüm yerim. Uşaqlar yemir. Seyidxan evdə yoxdur, heç olsa belə o da yemir. Nəysə, bunu qoyaq qırağa. Nar təmizləyək. Biraz nar təmizləyim. Təmizləyib stolun üstünə qoyanda taşıyır. Bir də o gün nədir, mandarin alanda ona diqqət elədim. Bir izləyicim yazıb ki, Soli, mandarinin şirin olmağı üçün burası çökək mandarinlər alın. İnşallah ki, düz başa düşmüşəm. Əgər siz də nəsə püf nöqtəsini bilirsinizsə, hansı şirin, hansı turşdur, onu deyim. Baxın, görürsünüz, bax, çökəkdir. Mandarinləri seçəndə birdən yadıma düşdü ki, izləyicim onu deyib. Heç valla yer dadına baxmamışam. Görün, neçə saat deyib gəlmişəm. Bilmirəm da, şirindir, nədir? Gərək dadına baxam, sizə də deyəm. Elə əlimdə kim baxım da. Görüm şirinsə, siz də o
Yaxşı bilgidən faydalanın. Gözüm daha zinc sümükdədir ki, qaynasın. Onu dəyişin, suyunu dəyişin. Yox qız, elə də şirin zat deyil. Yəni, nə çox turşdur, nə də şirindir da. Belə, turş mən zamanlarım. O olur şirin bal kimi, eləsini mən xoşduram. Çox qəşəng nardı bunlar. Baxın. Divanımızı təmizləmək istəyirəm. Bilmirəm, indi gecə təmizləyim, yoxsa sabah təmizləyim. Fikirləşirəm. Üzün gözün yumalıyam, yastıqlarını yumalıyam. Zalın deyilən pərdəsini yum. Keçən əvvəl şüşələr sildim, yumadım. Deyirəm, eşidirsiniz küləyi. Dəhşət külək qalxıb. Deyirəm, pərdəsinin zadında yum bir dəfəlik. Nədir kömür? Nədir bəbəm? O soğandır, ora soğan qoymuşam, ona baxır. Nədir? İndi ətin içine atacağım soğanı. İndi Nərgiz gələcək. Kömür əməlli başda tüklənib. Qırxmağa da qorxuram, inanırsınız. Birdən durur elə cumur ki adama. Bu da təzə şey çıxar. Əvvəl mənə cummaq zat yox idi. Mən onun qayçı ilə qırxmışam. 4 yaşı var kömürün. Həmişə özüm onun. Bütün baxımını özüm eləmişəm də. Şimdi keçən və mənə düşdiyəndən sonra mən qorxuram ondan. Risk eləmirəm ki, maşını götürəm, gedəm onun üstünə görüm, qırxa biləcəm, qırxa bilməyəcəm. Uşaqlar da deyir ki, ayana qışdır, qoy tüklü olsun, deyirəm, yox. Şamaxıya da gedirik, gəlirik, üstünə pıtraq yapışır. Özü Şamaxıya getdik, onu evdə zəbt eləmək olmur. Bütün gün həyətdə qalır, gəzir o başa, gəzir bu başa. Görsün maşın nətər işləyir səsini. 70 dərəcə qaynamaya qoşulur özü. Nəysə, mən bunu təmizləyim. Bunun suyunu dəyişdim. Yəni soğanı belə 4 yerə böldüm, attım içine. Burada da 2 dənəsini qoymuşam, indi bunun içine soğan atacağım. Görürsünüz paraşoku, mən ona heçsinə tökməmişəm, heçsinə. Demək ki, biz hər dəfə paltarı yuyuruq, onun dibində nəsə qırıntı zat qalır ki, bu belə köpüklənir. Hələ birazdan lap köpüklənəcək. Qaynardır, şüşə mənli başlı qaynardır. Həm də belə köpüyün rəngi tam düm ağ deyil, bulanlıqdır. 1 saat 5 dəqiqəsi qalır. Mən də narı təmizlədim. Deyirəm ki, biraz balkondan gətirim, onsuz oturmuşam. Nərgizin gəlməyinə hardasa 1 saat var. Deyirəm, işim yoxdur. Gedim biraz gətirim, təmizləyim, ataram buzxanaya. Nə yeyərlər, qalanın buzxanaya ataram. Xeyli nar təmizlədim. Bu qabla 1 təmizləmişdim. Buna doldurdum. Bunları da qoydum. Uşaqlar əgər yesələr, yesinlər. Yeməsələr, onu da qoyaram xaladelnikə. Yavaş-yavaş təmizləyim, hər axşam belə oturduqcan qoyum. Bu da maşallah iri qabdır da, xeyli tutur elə bu da. Bunlar da hələlik belə gözləsin. Sabahsı gündən hamıya salamlar. Dünən mən bunu bir 3 saat qaynatdım. Sonra söndürdüm çünki çox gec idi. O qədər gözəl belə pişib, amma yenə də mən qaynadıram. Bu da ikinci qazan. İndi bunu istəyirəm, söndürdüm altın. Tökəm bu birisinin üstünə. Maşın da məni çağırır. İliyin də atdım bura. İndi qəşəng duz da atacağım. Bir 2 saatda belə qaynadacağım. Mən bununla yemək pişirəndə artıq o yeməyə yağ atmıram. Çünki çox yağlıdır. Bilmirəm videoda nə qədər görsənir. Əməlli başda yağlı olur. Bunun sümüklərini çıxardandan sonra çəkə bilsəm sizin üçün çəkəcəm. Çəkə bilməsəm də daha üzürü sayın, amma belə deyim. Sümükləri içindən çıxardandan sonra təmiz suyun süzəcəm. O iliklərinə diqqət eləyəcəm. İçində xırda sümük zat heç nə qalmasın. Sonra bu suyun içinə töküb o iliyi də blenderdan keçirdəcəm.
Sonra təzədən bir də süzəcəm. O xırda sürü, sümüyü zadı içində nə varsa qırıntısı bulyona keçməsin. Ondan sonra doldurub saxlama qablarına qoyacam buzxanaya. Bu 10 litri qazanda düz ağzına qədər doludur. Görürsünüz, vamxodda qaynayır deyə daşmır. Bu hazırdır. İndi bunu gətirib qəşəng süzəcəm. Dedim biraz o ilk qaynarlığa keçsin. O da keçəndə üstü qaysaqlanır. Yağ belə bərkir, sonra süzə bilmirəm. Ona görə dedim gətirim ən birincisi süzüm. Nə qədərinə qab, qaşıq yuyub yığmışam. Uşaqlar da elə gəlib çıxmayıblar. Bunu süzüm, ayırt eləyim. Onlar yəni bunun bu vəziyyətini görsə, mən onlar bilmirlər də, mən yeməyi bulyonla pişirdim, nə ilə pişirdim, elə dadlı deyib yeyirlər. Ona görə də istəmirəm bu vəziyyətini görsünlər. Bunu tez onlar gələnə qədər həll eləyim. Paltarları ipdən yığdılarımı qatladım. Bütün otaqları səliqəyə salmışam. Pilisoslayıb silmək istəyirəm. Tozları almaq istəyirəm, amma bu işdən sonra onu eləyərəm inşallah. Belə uşaqlara da toyuq deyəndə bud qızartdım. Günortaya onu yeyərlər. Qaça-qaçsan işlərimi çatdırmağa çalışıram. Birinci bunu süzüm. İçindəki sümükləri çıxartdım. Soğanı zaten heç səni çıxartmıram. İndi mən nə edəcəm? Sümük. Burada qazanın qapağını qoymuşam. Yəni göstərim. Sonra inanmazsınız. Dedim ki, o yüz bu üzə sıçramasın da. Baxın, belə qazanın qapağının üstünə yığmışam burada. Padnoslarım zanetdi, yoxsa padnosa qoyacaqdım. Baxın, belə qaynar da hələ, amma eləməyə çalışıram. Çünki bu soğuyandan sonra içindən iliyi biraz qəliz düşür. Görürsünüz, sümük necə bir-birindən aralanır. Bunu göstərim. Doğrusunu qaldıra bilmirəm, ağırdır. Baxın, bir-birindən belə qəşəng aralanır. Bu ilikləri bunun içindən boşaldacağım. Götürə bilsəm boşaldacağım. Görürsünüz, nə qədər ilik çıxır içindən. Bunları da qazana atıram. Hamamda əlimi yuyum, 2 dəqiqəyə gəlir. Kömür də məndə alınca gəlir. Eləmi qarasına qarşı gəlir. Nə olur kömür? Hə? Əlimi yumağa getmişəm. Elə qaçırsan ki. Əlimi yuduğuma görə bu blenderi götürürük. Baxın, canlı hissi ilə eləyir. Beyazlar, bunu yaxşıca blender elədik. Sonra bu setqə ilə mən onu başqa bir qazana süzəcəm. Nə xırda sümüyü var, bu çünki 2 qat setqadır, bundan heç nə keçmir. Ondan sonra süzüb qoya bilərəm soyuducuya. Tam soyandan sonra qoyuram. Mən bunu bir dəfə süzdüm. Qazanımı yudum. Süzdüyüm də xılım-xırt hamısı bunun içində. Süzgəcimdə yudum. İndi bir dəfə də qəşəng süzəcəm. Ondan sonra bulyonumuz hazırdır. Birinci süzəndə görürsünüz nə qədər xılım-xırtı çıxıb. Amma ikinci süzdüyümə baxın. İkinci süzdüyümdə bu. Tərtəmiz olduğuna görə bunu çıxardırıq. İndi o birisi qazanı. Deyəsiz ki, Soli, sən nə qədər oynadın bundan? Bu belədir. Mən heç vaxt iliyin içinə belə əzməmişəm. İndi bu dəfə eşitdim ki, o daha xeyirlidir, ona görə edirəm. Xaçdan da bu deyirlər qüvvətlidir. Bilmirəm daha nə qədər doğrudur, nə qədər yanlışdır. Axır ki, bilirəm ki, yaxşı bir şeydir. İliyin də qatdım içinə. İndi bayaq süzdüyüm qazanı yuyacam. Sonra bunu boşaldacam onun içinə. Soyusun, sonra qoyacam xaladelnikə. Belə jele kimi olsun, doğrayıb pingvinlərə yığıb qoyacam. Çünki məndə saxlama qabı yoxdur. Bu qazanı da boşaltdım. İndi qoyacam tam soyusun. Tökə-tökə onu hiss edirəm ki, elə bil ki, həlimlidir.
Hələ soymayıb. Qaynardı, əlim yanır bunu süzüb boşaltdıqca. Hələ görürsünüz buxarlanır. Amma həlimlidir. İndi görün soyuyanda necə olacaq? Daş kimi olacaq bu. Bu bulyon burada soyusun. Sümükdən əlbəttə ora görsənir. Bunu, bu belə için xırım xırdasıdır. Onu ayrı içinə qaynar su tökəcəm. Şamaxıya gedəndə içinə çörək doğrayacam, verəcəm Alfiyə. Yazıqdır, yesin. Oradan Seyxan alır, saç qazat verir. Düz orada qonşular, buradan şəhərdən gedib qalan qonşular var. Onlar da verirlər yemək. Biz olmayanda əlbəttə ki, onlar baxırdılar da. Hamı verir də yəni orada. Bir də belə, bax, şey üstü, ət döyür üstün, belə bildinizdən, neysə, odur. Bunda məsəl üçün heç nə yoxdur. Bunu boş-boşuna aparmayın. Bunun içində eləyik bunu. Boşaldım bura. Qəşə eləyik də ora tökülsün. Sümükləri boş-boşuna ora aparmayayım, tullayacam. Amma belə üstü, bax belə sümükləri aparacam ki, yazıb yesin. Belə yerlərini qopardım. İnanırsınız belə tutmaqla barmaqlarım yapışır. Əsasən də cavan mamalara deyim ki, ərinməyin. Uşaqlarınız üçün nəsə eləmək üçün ərinməyin. Əgər yeyirlərsə, içirlərsə, onlar başa düşmürlər də. Məsəl üçün, Anjela 6 aylıq idi. Mən ona xaşın suyunu süzürdüm. Az-az da, indi belə bir butulka yox, amma az-az verirdim. Hər şeyin, deyirəm, düyünün onun belə aldığım vaxt olub, amma çalışırdım ki, həmişə özüm eləyəm verəm. Sokdu, evdə çəkib verirdim. Nərgiz içmirdi, çöplü sokun, için sokun boşaldırdım, elə aldadıb verməyə çalışırdım. Da bilmirdim də onlar üçün nə eləyəm. Hələ də o evdə balaca qazan var, bizdə belə alüminium qazan, apardım Şamaxıya. Bax, o qazan təsəvvür edin, 18 ildir bizdədir, o Nərgizin qazanıdır. Anjelanki də vardı, bilmirəm, o nəsə xarab oldu, attım. Sonra el ikisinə də su buzadı, onu da eləyirdim. Nərgiz üçün aldığım qazanı. Ataşqa gəldi, əlimi yum, gedim qapını açım. Yaxdan deyirəm, bu kamera niyə toru çəkir? Kamera kirli dörüymüş, başqa şeylə çəkirmişim. Nəysə, Ataş gündə bir faciə ilə gəlir. İndi gəlib ki, qələmin partlayıb, sözə bax, bütün şalvarımın cibinə zadına dağılır. Deyirəm, sən qələmi şalvarın cibinə niyə qoyursan? Sonra belə zapasa açıq qoymuşum. Gündə bir hoqqa verir daha. Bu da alfuşkan payı. 2 dəfiyə yer. Bunun üçün çörək doğrayaram, su qatıb verərəm. Bunu da belə qəşək yer, xoş eləyər. Deyir, nə var yeməyə? Deyirəm, mərdiz bu. Deyir, mən yemirəm. Deyirəm, yemirsən, ac qal. Demirəm, də toyuq qızartmışam. Deyirsən, sıraz deyəcək ki, hə, ana, qoy yeyim. Deyir, mən yemirəm. Deyirəm, yemirsən, ac qal, neyniyim? Bu axırıncı bağladığım xiyarlardandır. İnanırsınız, bundan sonra belə bağlayacağım. Əziyyətsiz, zadsız, çox rahat. Baxın. Çox rahat ha. Nəyimə lazımdır 5 saat onu qaynat, neyini? Hər gün mağazinə getməsi olmaz. Zibilimizi də götürdüm. Gedirəm. Arxaza düşəcəm. Gördü ki, mən kameranı açıram, bayaqdan həyətə baxırdı. Döndü, mənə baxır.
Kömür ayı olmusan, ayı sən kim qırxacaq? Nərgiz yatıb, ona görə pilisos eləməmişəm. Pilisosu gətirdim, qoydum ora. Ataş da getdi. Bunların üzünü söküb yuyacağım, amma siz üçün sabah paylaşırım. Yəqin ki, inşallah ütlənməli pastellər, mayka zat qoymuşam ora. Durub onları ütləyəcəm. Nərgiz getsin, mən də rahat-rahat işimi görərəm. Elə bir işim qalmayıb. Mən evləri pilisoslayacağım, polları siləcəm. Əlimdə axırıncı deyəsən xiyar doğrayırdım. Nərgiz gəldi, sonra mən mağazinə getdim. Belə uşaqlar gələndə aləm qarışır bir-birinə. Mən də nə iş görəcəyimi unuduram. Durub indi o gülə perkis eləyəcəm. Görün püskürtmə qaba dolduracağım. Nərgizin də sprey qabı var, boşalıb. Onun için tərtəmiz yuyum, ona doldurum perkisi. Elə püskürdüm. İnşallah ki, təmizlənər. Başqa bir video başlatmaq istəyirəm. Siz üçün sabaha belə olmur. Bugün çəkirəm, sabah izləyirsiniz. Bugün həftənin 4-cü gündür. 5-ci gün cümə günü. Da cüməniz mübarək olsun. Hamımızın günü çox gözəl keçsin. Hamıya xeyirli cümələr inşallah. Bugün həftənin 4-cü gündür. Mən bunu indi tələm-tələsik montaj edirəm ki, inanırsınız 2 günə çəkmişəm. Ara hissəsini, hansı ki, zinc sümük zad aldım, gəldim. Onu dünən çəkmişəm. Axırın bugün çəkmişəm. Başlığım bugün çəkmişəm. Belə olanda yarı-yarımçıq özüm də çaşbaş qalıram. Həm də çatdırmıram. Həm montaj eləmək, həm onu YouTube'a yükləmək. Hamısı vaxt aparır. Ona görə də çalışıb bir video irəlidən getsəm, heç olmasa bugün çəksəm, sabah yox, birisi gün izləsəz, o mənə daha rahat olar. Əvvəl elə olurdu, 2-3 gün belə qabaqcadan videolarım olurdu. Amma indi bu alındıra bilmirəm. Şamaxıya gedib gələndən sonra alındıra bilmirəm. İnşallah yenə düzənə salaram bu video məsələsini. Bəzi qızlar elə başa düşür ki, video çəkmək çox-çox asandır. Bunu minnət mənasında demirəm, valla. Yəni siz məni məcbur eləmirsiniz ki, çəkməsən çəkmərəm. Özüm sevirəm, evimdə işləmək istəyirəm, deyirəm. Ən azından bu abunə sayımı 2 qatına çıxartsam da artıq mən çöl bayır iş qətiyyən axtarmaram. Amma indi həftədə 2 dəfə, 3 dəfə istəyirəm getmək. Çünki belə alınmır. Yəni YouTube'a arxeyin olum, oturum Instagrama. 2 aydır mən dayanmadan videolar çəkirəm. Görürəm ki, yox da yəni elə bir yəni ailəyə dəstək olacaq qədər gəlir, gəlmir. İstəyirəm həftədə ən azından 2 dəfə, 3 dəfə işə getmək. O da müvəqqəti. Belə aylıq iş qətiyyən istəmirəm. Qətiyyən. Allah mənə güc, qüvvət versin. Elə evimdə bu kanalımı böyüdüm. Belə işləyim. Yəni sözümü nəyə gətirmək istəyirəm? YouTube kanalımı böyütmək istəyirəm. Buradan qazanc əldə eləmək istəyirəm. Hamı milyonlarla solmaz kimi insanlar yəni sosial şəbəkələrdən pul qazanır. Mən də sevə-sevə bunu eləyirəm. Nəyəsə sözümü gətirirdim, getdim haralara çıxdım. Adıma düşdü, nəyə demək istəyirdim. Yəni bəzən olur elə fikirləşirlər ki, hə, qoydu kameranı ora, onu dedi, ya bir kəlmə danışdı, video hazır oldu. İnanın səhərdən axşama qədər video çəkirik, heç görür ki 20 dəqiqə olmayıb. Montaj eləyəndə görür 20 dəqiqə olmayıb. Və yaxud da ki elə hiss edir ki az çəkmişik, bir də görür ki 50-60 dəqiqəlik video olub. Gərək mən hər gün video paylaşıram ki, həftədə bir dəfə paylaşsam, hə, super belə video çıxar bəlkə də. Günümün hansı saatı xoş keçibsə, o saatın qısa-qısa çəkərəm. 40 dəqiqə, 20 dəqiqə, məsəl üçün 30 dəqiqəlik video hazırlayaram. Mən gündəlik çəkirəm deyə dişimi boğazıma sıxmışam ki, hər gün video paylaşım. Bəlkə inşallah daha da çox olar qazancım. Amma görürəm ki, yox, yəni tərpəniş yoxdur da. YouTube həmin o YouTube'dur. Dəyişən bir şey yoxdur. Əsas odur ki, izləyici artsın. Onu da siz mənə kömək eləyə bilərsiniz, gözəl xanımlar. İlk video paylaşanda dəstək məqsədli izləsəz, 1 saatda 1000 abunə izləyicim izləyəndə düşür kəşfətə. Kəşfətə düşəndə daha da çox izləyici gəlir. Məsəl üçün 100 izləyicinin qarşısına çıxdısa, elə adam var deyir ki, səhər gördüm, axşam baxdım və yaxud da günorta baxdım. O mənə faydası olmur. Olur, yəni soramdan, amma ilk 1 saatın içində izlənmə çox önəmlidir. Siz məsəl üçün izləyirsiniz, gedir kəşfətə düşür, oradan 100 dənə izləyici gəlirsə, onun ən azından 2-3-ü bəyənir, abunə olur, qalır. O mənim xeyrimədir.
Əgər ki, Soli bacınıza belə dəstək olmaq istəyirsinizsə, ilk videos hər səhər saat 8-də paylaşılır. 8 tamamda sırazı qoşulub izləsiniz. Heç vaxtınız yoxdur izləməyə. Prosta qoyun video orada geçsin. Yəni o izlənmə düşür da, izlənilir. Onda Soli bacınıza faydanız, köməyiniz dəyir. Bu vaxta qədər mənə həmişə dəstək olmusunuz. Siz izləyirsiniz, dəstək olursunuz ki, mən YouTube'da varam. Həqiqətən. Siz izləyicilərim olmasınız, mən heç bir gün video çəkmərəm. Videolarım izlənməsə, bir gün belə çəkmərəm. Nə qədər həvəskar oluramsa olum. Ona görə də bilirəm ki, məni sevən bacılarım, yenə Soli bacınıza qol qanad açarsınız. Kanalımı biraz da böyüdərsiniz. Heç olmasa, ən azından gündə, nə bilim, 15.000 zat videolarım 20.000 izlənsə, super olar. Yəni gəlirim biraz da artar. Artıq iş zat axtarmaram. İnşallah Allahdan xeyirlisi. Yəni əlimdən gələni eləyirəm YouTube'da qalmağım üçün. Amma artım yoxdur. Yəni dəyişən bir şey yoxdur da. Bilirsiniz mənim fikrim nədir? Yəni aylıq gedib işlədiyimi mən YouTube'dan, Instagram'dan qazansam, fikrimdə tam belə başqa olar da. Yəni qətiyyən iş güc axtarmaram, qətiyyən. Amma indi istər-istəməz fikirləşirəm. O kimin səsliyle qışqırır? İstər-istəməz fikirləşirəm ki, necə mən evimə dəstək ola bilərəm. Çünki mən YouTube'a umud olub oturmuşam. Deyirəm ki, hə, bugün artar, sabah artar, bugün artar. Görürəm ki, yox, yəni o qədər də, o dərəcədə də artmır. Daimi izləyicilərim sağ olsunlar, Allah razı olsun. Yorum yazanlar, bəyənənlər, reklamı izləyənlər, mənim yolumu gözləyənlər, sağ olun, var olun. Yəni sözüm sizlərədir. Sizlər asobu mən üçün. Asobu insanlarsınız həqiqətən də. Allah sizə həmişə var eləsin. Həmişə Soli bacınızın yanında olmusunuz, olursunuz da. O yazı yazan, ürək atan barmaqlarınız var olsun. Həmişə canınız sağ olsun. Siz də biz video çəkən qızları izləyin, bizi sevindirin. Hamınızı öpürəm. Özünüzə yaxşı baxın. Allah'a əmanət olun. İnşallah qismət olarsa sabah görüşərik.